Herkese hamdolsun kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Video geçmişten ve kanalda destek için abone olabilirsiniz. Video beğendiyseniz like edebilirsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birinizi gözləyirəm. Link işarələrdə olacaq. Telegram kanalımıza daha doğrusu deməli öz şəxsi analizlərimi, alış-satış səviyyələri, yəni səhmlərdə alış-satış səviyyələri, şəxsi alışlarım və s. paylaşıram. Həmçinin müzakirə qrupunda da mən kanalımızın digər dəyərli adminləri, həmçinin siz üzvlərlə müzakirələr edə bilirik, bazarı təhlil və analiz edə bilirik və məsləhətlər verib məsləhət ala bilirik. Linki şərhlərdə olacaq. Gəlin video keçib. Bugünkü videoda dostlar sizlərlə bərabər deməli ümumi bazar vəziyyətindən danışacağım və sizlərə deməli bazarda hələ ki tam yüksəlişini yaşamamış səhmlərdən danışacağım. Ümumi olaraq bazarın vəziyyətinə baxaq dostlar. Nasdaqın vəziyyəti, yəni əvvəlkinə baxanda aşağı vəziyyətdə olsa belə, Nasdaq hal-hazırda yəni ümumi olaraq Nasdaq və New York birjalarının tərkibində olan səhmlər, yəni çox artış ediblər bu indeksin səviyyəsinə uyğun olaraq. Yəni indeksin səviyyəsinə daha doğrusu uyğun olmayaraq, yəni indeksin səviyyəsinə götürsək, yəni bu səviyyəyi düşünsək, bu bazardakı ABŞ bazarındakı hissələr çox artım ediblər. Bəzi hissələr həddən artıq artım ediblər. Bunlardan məsələn hansıları misal gətirə bilərik? Məsələn, Nebus Group şirkəti var ki, 34% artım etdi dostlar. Yəni çox yüksək artımlar ediblər. Məsələn, SpaceX yenidən artım tempinə qayıtdı. Bunların içində məsəl üçün digərləri var. Mən tanıdığım şirkətlərdən CoreView 19% artım etdi. Super Microcomputer öz maliyyə hesabatını açıqladıqdan sonra 19% artım etdi. Yəni bir çox şirkətlər böyük artımlar etdilər. Məsələn, Cerebras Systems 11% artım etdi. Dell Technology yenidən 9% artım etdi. Və hal-hazırdakı bu şirkətlərin əksəriyyəti dəyərindən çox artım ediblər dostlar. Belə bir problemlər var. Lakin hələ də dəyərindən çox artım etməyən şirkətlərimiz var. Bəli, hələ də var. Məsəl üçün Rocket Lab səhv etmirəmsə hələ maliyyə hesabatını açıqlamayıb. Buradan baxaq 3 aylıq. Deməli açıqlayıb 11 avqustda mənfi eləyib, ona görə düşüb. Baxaq. Deməli, güncəl ildə 14% qazandırıb. Bəli, bu hype dönəmi var idi bir ara kosmos sənayesində. Yəni ondan hələ də aşağıdadır. Məsələn, Rocket Lab şirkəti hələ də alışa uyğundur hardasa. Bu yatırım tövsiyəsi deyil təbii olaraq. Lakin nəticə etibarilə deməli gəlirlərinə nisbətən və gələcək gəlirlərinə nisbətən hal-hazırdakı qiyməti çox da yüksək deyil. Yəni ortalamadır və hətta ortalamanın biraz çox az altındadır deyə bilərik. Yəni gələcək gəlir artımlarına bu tempə baxanda belə bir şəxsi yanaşmamı deyə bilərəm sizlərə. Məsələn, bu şirkətləri də dostlar alım edərkən çalışaq alış nöqtələrinə, yəni texniki analizdə səviyyələrinə baxaq. Sizə buna uyğun bir nümunə göstərim. Məsəl üçün, tutaq ki, Rocket Lab almaq istəyirsinizsə, tutaq ki, yəni düz deyə 100% deyə bilmərəm ki, yəni bu şirkət bu səviyyədən qalxacaq, bu səviyyədən enəcək. Buna heç kim 100% deyə bilməz. Lakin nəticə etibarilə biz alışımızı, məsəl üçün, burada alış nədir? Məsələn, gördüyünüz kimi bu nöqtələrdə güclü alış potensialları var, bu nöqtələrdə və bu nöqtədə. Yəni durub buradan almaq biraz riskli bunlar qala-qala. Çünki düşmə ehtimalı daha yüksəkdir bu nöqtələrə, bu nöqtələrə. Yəni bu alış edərkən bunları nəzərə almaq lazımdır. İkinci səhmimiz budur ki, Oracle Corporation-dır. Mən Oracle-ı çox dedim dostlar. Yəni dedim ki, bu şirkət ucuzdur, həqiqətən çox düşür və mənasız düşüş yaşayır. 129 dollarlara qədər düşmüşdü. Hal-hazırdakı səviyyəsi 152 dollardır. Yəni təxmini olaraq 10%-ə, bəlkə 10%-dən biraz çox artım edib bir ay içində. Baxaq buradan 15% təxmini artım edib 129 dollarlardan və artıma davam edəcəyini düşünürəm. Çünki hal-hazırdakı qiymətin çox ucuz olduğunu düşünürəm və şirkətin maliyyə hesabatı, açıq səhm, yəni bazardakı səhmlərini və s. nəzərə alsa, indiki qiyməti aşağıdır. Və hesabatlarına da baxsaq, görərik ki, hesabatları müsbətdir. Yəni hesabatlarında hətta baxın, yəni 3-cü, 4-cü il arasında təkcə 1,3 milyard dollarlıq bir artım var. Yəni bu möhtəşəm artımdır. Maliyyə cəhətdən möhtəşəm artımdır. Belə
İki şirkəti misal gətirdim və bazarın ümumi vəziyyətini yenə də deyirəm dəyərləndirməli olsaq, bazar çox artım edib bir çox səhmlərdə həqiqətən. Məsələn, Uber Technologies-nin $70-lardan tanıtımını etmişdim. Hal-hazırda $75-dir. Yəni Uber Technologies daha az artım edib, amma digərləri çox sürətli. Bu da normaldır əslində, çünki Uber Technologies logistika şirkətidir. Yəni yük daşımadan əlavə ən çox taksi xidməti verir. Və digər, məsəl üçün, kuryer xidmətləri və s. də var. Belə dostlar, dediyim kimi, bu iki şirkətimiz mənə görə ucuz qalıb, təbii ki, yatırım tövsiyəsi deyil və bazarın ümumi vəziyyətinə, məsələn, Mikron Technology da elə də çox yüksəlməyib əslində. Mikron Technology yəni $200 olan səviyyədə düzdür, məsəl üçün, bütün ildə çox yüksəlib. Amma yəni $200 olan səviyyələr də vardı və gələcək hesabatlarını da nəzərə almaq lazımdır. Bugünkü video bu qədər dostlar. Ümid edirəm maraqlı oldu, ümid edirəm nələr öyrənə bildiniz. Dediklərimin heç biri yatırım tövsiyəsi deyildir. Sadəcə şəxsi analizlərim və şəxsi təcrübələrim əsasında formalaşmış fikirlərdir. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.